3-cü sinif riyaziyyat fənni yeni dərslikdir. Birinci hissə səhifə 26. Birinci tapşırıq bundan əvvəlki səhifələrin izahında da hər birində buna bənzər olduğu üçün hazır deməli həlli var. Yəni bir-birinə bənzər izahlar olduğu üçün yenə təkrar izah eləmirəm. İkinci tapşırığa keçirik. Boşqabların hər birində neçə limon var? 2 boşqabda neçə limon var? Əvvəlcə baxaq görə birinci boşqabda neçə limon var? Sayırıq. 10 dənə limon var. 10 limon. İkinci boşqabda isə şəkildə boşqabda verilən limonların sayına baxırsınız. Birinci boşqabda 10 limon saydım. İkinci boşqabda isə yenə də təkrarən 10 limon olur. İkinci boşqabda da 10 limon. Yəni hər iki boşqabda hər birində 10 ədəd limon saydıq. 2 boşqabda neçə limon var? Yəni hər iki boşqabın birlikdə cəmini soruşur ki, cəmi şəkildə boşqablarda cəmi neçə limon var? Bunun üçün boşqablardakı limonların saylarının cəmini taparıq. Yəni birinci boşqabda olan 10 limonun sayının üzərinə ikinci boşqabda olan 10 limonun sayını əlavə edərik. 10 + 10, 20 limon. Demək, cavab olacaq 2 boşqabda cəmi 20 limon var. Üçüncü tapşırığa baxırıq. Misalları həll edin. Yazaq. Birinci sütunda verilən misalları. On + 10. Gördüyünüz kimi hər birinin təklik mərtəbəsi 0-la ifadə olunub. Onluq mərtəbələrinə baxırıq. Onluq mərtəbələrinə görə hesablayırıq. Əgər yəni burada bir onluqdur, digərdə bir onluqdur. Toplayanda 0, təklik mərtəbəsi 0 olacaq. Onluqları toplayarıq. 1 + 1, 2. Yenə də çıxarkən də 0-dan 0. Yenə də təklik mərtəbələri 0-dır. 0 olaraq qalır. Təklik mərtəbəsini yazırıq. 2-dən də 1-in çıxsaq, yəni 2 onluqdan 1 onluq çıxsaq, 1 onluq qalacaq. 20-dən çıxarıq 0. Yəni istənilən ədədlə 0-un fərqi həmin ədədin özünə bərabərdir. 20 olaraq yazılır. 19 + 1. Yəni 19-un üzərinə bir vahid əlavə etsək 20 alınacaq. 20 - 1. Yəni 20-dən bir vahidi geriyə doğru saysaq 19 olacaq. 18 - 2. Yəni təklikləri çıxarıq gördüyünüz kimi. 8-dən çıxarıq 2, 6. Bir onluq da var idi 16. 17 - 5. Baxaq. 17 - 5 bərabərdir. 7-dən 5-in çıxsaq 2, bir onluq da var idi 12. 16 + 2. 6 ilə 2-nin cəmi 8. Bir onluq da yazarıq 18. 20 - 5. Deməli 0-dan 5 çıxmaq olmur. Ona görə də 20-dən bir onluq ayırırıq. Bir onluq, yəni 10. 10-dan çıxarıq 5-in. Yəni bu 1 + 1. Yəni onluğa baxsaq, onluq mərtəbəsi. Onun deməli bir onluğu ayırsaq, bir onluq 10 deməkdir. Həmin bir onluqdan çıxarıq 5. 10-dan 5-in çıxsaq 5, digər bir onluq qalmışdı. Onu da 5-in qarşısına gətirərik, qalacaq 15. Növbəti 16 + 3 + 1. 6 ilə 3-ün cəmi, yəni burada 2 qat hesablamadır, yəni 2 mərhələlidir. 6 ilə 3-ün cəmi 9, onluğu da qarşısına yazırıq 19. 19 + 1, 20. Növbəti 20 - 1 - 4. Əvvəlcə 20-dən bir vahid azaldarıq. 20-dən 1-in çıxsaq 19. Daha sonra 19-dan da 1-in çıxarıq. Yəni belə deyək də 20-dən 1-in çıxmaq olmur. Onu onluqlara ayırarıq. 2 dənə onun cəminə bərabərdir və onun birindən götürərik. Ondan 1-in çıxsaq 9, ikinci onunla 9-u toplasaq, həmin buradan qalan 19 olacaqdır.
19-dan da 4-ünü çıxsaq, 9-dan 4-ünü çıxsaq 5, 1 onluq da qalar, onu da qarşısına yazarıq 15. 14 üstə gəl 0 çıx 4. 14-dən 14 üstə gəl 0, yəni istənilən ədədlə 0-ın cəmi həmin ədədin özünə bərabərdir 14-ə. Daha sonra 14-dən çıxarıq 4-ü. 4-dən 4-ü çıxarıq 0, 1 onluq da qalmışdı, yazırıq yerində onluq mərtəbəsinə, olacaqdır 10. 4-cü tapşırığa baxırıq. 4-cü tapşırıqda qeyd edək, nümunəyə uyğun ədədləri yazın. Yəni, verilən, deməli, nümunədə verilibdir onluqlar və təkliklər. Daha sonra isə onu ədəd şəklində yazılması. Qısa şəkildə yazırıq. Yazılıb 1 onluq, 4 təklik. Yəni, 10, 4. 1 onluq 10-dur, 4 təklik 4. 10 ilə 4-ün cəmi 14. 1 onluq, 0 təklik. Yəni 1 onluq, 0. Bunları olacaqdır. Təklik mərtəbəsi 0-dır, onluq mərtəbəsi 1. Bu şəkildə. 1 onluq, 7 təklik. Deməli, təklik mərtəbəsi 7-dir, onluq mərtəbəsi 1. Yazırıq, alındı 17. 1 onluq, 8 təklik. Təklik mərtəbəsinin qiyməti 8, onluq mərtəbəsinin qiyməti 1. 18. 2 onluq, 0 təklik. 0 təklik. Təklik mərtəbəsinin qiyməti 0-dır, onluq mərtəbəsinin qiyməti 2-dir. Olacaqdır 20. 1 onluq, 1 təklik. 1 təklik mərtəbəsinin qiyməti, 1 onluq mərtəbəsinin qiyməti 11. 5-ci sxemlə verilibdir. Sxemləri tamamlayın. 20, 19, deməli 19-dan sonra bir vahid əlavə etsək 20 alınacaq. Ona görə də, yəni bundan əvvəlki səhifələrin izahında verdiyim kimi eyni qayda ilə hesablayırıq. Hansı ki 19 üstə gəl 1 20-yə bərabərdir və yaxud da belə deyək, 19-dan sonra gələcək 20-yə qədər olan ədədlərin sayı qədər yazarıq. 20, yəni 19-dan sonra bir vahid gəlir, bir ədəd gəlir 20. Və yaxud da ədəd oxunda da bunu yazıb tapa bilərik. 10, yəni 20-dən 10-un çıxada bilərik. 20-dən 10-un çıxsaq, qalacaq 10. Və yaxud da 20 10-la hansı ədədin cəminə bərabərdir? Yəni, o iki ədədin cəmi şəklini düşünərək yazaq. 16, ədədlərdən biri 14. Bu ədədlərdən sonra 14-dən 16-ya qədər aralarında 15 və 16 ədədləri var. 2 ədəd olacaqdır. Yəni, 14 üstə gəl 2, 16-ya bərabərdir. Və yaxud 16-dan 14 çıxarıq. 17 və 15 yazılıb. 15 üstə gəl 2, 16 və 17. Yəni 2 vahid əlavə etsək, 2 ilə 5-in cəmi 7-yə bərabərdir. O da 17 olacaqdır. 18, ədədlərdən biri 17 və 17 üstə gəl 1, 18 olacaqdır. 26-cı səhifəni tamamladıq. Keçirik 27-ci səhifə. Siz artıq indiyə qədər kiloqramın kütlə vahidinin nə olduğunu bilirsiniz. Bəzi ərzaqlar, deməli bəzi kütlələr var ki, onlar kiloqramla, qramla və yaxud da tonla deməli ifadə olunur, hesablanır. Və yaxud da indiki mövzumuz isə əsas olaraq kütlə vahidi kiloqramdır. Deməli, birinci tapşırığa baxırıq. Birinci tapşırıqda qeyd olunur ki, hansı ağırdır, hansı yüngüldür. Deməli, siz tərəzinin göstəricilərinə baxsanız, tərəzidə hansı daha aşağıya
düşübsə, tərəzinin hansı gözü daha aşağıdadırsa, demək ki, o daha ağırdır və biz özümüz də bilirik ki, biri balqabaqdır, biri də nardır. Balqabaq özü nardan daha böyükdür və daha ağırdır. Bu isə həm də tərəzidə qoyulanda tərəzi də göstərir. Demək ki, birincidə olacaq balqabaq. Balqabaq daha ağırdır. Balqabaq ağırdır və yaxud da nar yüngüldür, belə deyə bilərik. Balqabaq ağırdır, nar yüngül. Yəni, narın yüngül olmağı balqabağa nəzərən yüngüldür. Bəlkə nardan daha kiçik, deməli, ərzaqlarla müqayisə olunarsa, bu zaman nar daha ağır ola bilər. Yəni, şəkilə əsasən tərəzinin gözlərinə görə nar daha yüngüldür. İkincidə isə verilib qarpız və alma. Gördüyünüz kimi yenə də tərəzinin gözləri qarpız olan tərəf daha da aşağıdadır. Bu da onu göstərir ki, qarpız almadan ağırdır. 2 dənə almadan, daha doğrusu orada 2 dənə alma verilib. Qarpız ağırdır. 2 alma daha yüngüldür. Biz artıq bunları tərəziyə baxmadan da bilərik, ancaq şəkillə əsasən tərəzinin gözlərinə də diqqət yetirsəniz, yenə də təkrar edirəm, tərəzinin gözlərinə görə şəkildən hansının ağır, hansının yüngül olduğu asanlıqla seçilir. İkinci tapşırığa baxırıq. Verilibdir, ana mağazadan 2 kiloqram düyü və 3 kiloqram un aldı. Ana mağazadan cəmi neçə kiloqram ərzaq aldı? 2 kiloqram düyü və 3 kiloqram un. Cəmi neçə kiloqram ərzaq aldı? Və aldığı ərzaqlar düyü və un olduğu üçün, deməli, düyünün çəkisi 2 kiloqramdır, unun çəkisi isə 3 kiloqramdır. Cəmi neçə kiloqram dediyi üçün bu aldığı ərzaqların ümumi miqdarını, kütləsini toplayarıq. 2 kiloqram üstəgəl 3 kiloqram ədədləri toplayarıq. 2 və 3-ün cəmi 5. Kütlə vahidin də kiloqramı da yazarıq yanında. 5 kiloqram ərzaq. Cavab da olacaqdır. Ana 5 kiloqram ərzaq aldı. Üçüncü tapşırığa baxırıq. Burada kütlə vahidləri ilə ifadə olunmuş misallar var. Bu misalları həll etmək lazımdır. Yazırıq birinci sütundakı misalları. On kiloqram çıx 7 kiloqram. Burada ədədləri fərqini taparıq. 10-dan 7-sini çıxarıq 3. Vahidi kiloqram yazarıq. Və 8 kiloqram çıx 4 kiloqram. 8-dən 4-ünü çıxarıq 4. Kiloqram da yazarıq yanında. 15 kiloqram üstəgəl 2 kiloqram. 15 ilə 2-nin cəmi 17. Kiloqramı da yazarıq yanında 17 kiloqram. 10 kiloqram üstəgəl 1 kiloqram. 10 ilə 1-in cəmi 11. Kiloqram da yazarıq yanında. 14 kiloqram üstəgəl 1 kiloqram üstəgəl 1 kiloqram. 14 üstəgəl 1 15. 15 üstəgəl 1 16. Qarşısındakı vahidlərin hesablayarıq və
ədədlərin hesablayarıq və kütlə vahidlərini də yanına yazarıq. 16 kiloqram. 15 kiloqram çıx 1 kiloqram çıx 1 kiloqram. 15-dən 1-ni çıxsaq 14, 14-dən də 1-ni çıxsaq 13. Kütlə vahidini də yanına yazarıq 13 kiloqram. 4-cü tapşırığa baxarıq. 4-cü tapşırıqda kisədə 5 kiloqram şəkər tozu var idi. 2 kiloqram şəkər tozundan mürəbbə bişirdilər. Kisədə neçə kiloqram şəkər tozu qaldı? Baxarıq. 5 kiloqram şəkər tozu var. Belə qeyd edək. Dördüncü tapşırıq. Vardı 5 kiloqram şəkər tozu. 2 kiloqram şəkər tozundan mürəbbə bişirdilər. Mürəbbə bişirildi. 2 kiloqram şəkər tozuna. Kisədə neçə kiloqram şəkər tozu qaldı? Yəni 5 kiloqram şəkər tozundan 2 kiloqram şəkər tozunu istifadə elədilər. İstifadə etmək, bişirmək, yəni o 5 kiloqramın üzərindən 2 kiloqramı götürüblər. Bu deməkdir ki, bu məsələnin həllində biz çıxma əməlindən istifadə edəcəyik. Ona görə də kisədə olan 5 kiloqram şəkər tozundan çıxarıq. Mürəbbə üçün istifadə olunan 2 kiloqram şəkər tozunu ki, görəsən həmin kisədə neçə kiloqram şəkər tozu qaldı. Bunun üçün 5 kiloqramdan çıxarıq 2 kiloqramı qalacaq. 5-dən 2-sini çıxanda 3 kiloqramı da, yəni miqdarını da yazarıq yanına, kütlə vahidini. 3 kiloqram şəkər tozu qalar. Cavabımız da olacaq kisədə 3 kiloqram şəkər tozu qaldı. Daha sonra növbəti səhifəyə keçirik. Səhifə 28. İyirmi 8-ci səhifədə şəkildəki əşyaların kütləsini hesablayın və yazın. Yəni şəkildə verilibdir, tərəzinin bir tərəfində qarpız verilib. Yəni tutaq ki, tərəzidir. Tərəzinin bir tərəfində qarpız. Yəni tərəzinin gözlərinə baxsaq bərabər şəkildə göstərilir, yəni bərabərdir. Və 3 kiloqramlıq və 5 kiloqramlıq çəki daşları qoyulubdur. Tərəzinin sol tərəfində qarpızdır, sağ tərəfində isə 3 kiloqram və 5 kiloqram. Yəni burada o göstərir ki, qarpız verilən çəki daşlarının, göstərilən çəki daşlarının cəminə bərabərdir kütləsi. Yəni o tarazlığı yaradırsa, biz artıq tərəzidə qarpızın neçə kilo olduğunu tapmış olduq. Yəni 3 kiloqramla 5 kiloqramı toplayıb qarpızın ona bərabər olan çəkisini tapmış olarıq. O da belə deyək, 3 kiloqram və yəni 3 ilə 5-in cəmini 8 kiloqramda yazarıq yanında. 8 kiloqram qarpız olar. İkinci şəkildə isə kartof verilibdir bir tərəfdə və digər tərəfdə isə ona bərabər deməli olan 10 kiloqramlıq və 5 kiloqramlıq çəki daşlar verilibdir. Aşağıda da qeyd olunub 10 kiloqram üstəgəl 5 kiloqram. Yəni 10 kiloqramlıq və 5 kiloqramlıq çəki daşlarının cəminə bərabər olan tarazlaşan kartofun miqdarını tapmalıyıq. Yəni bunun üçün də 10 ilə 5-in cəmini taparıq. 10 ilə 5-in cəmi 15, çəkisini də yazırıq yanına 15 kiloqram olaraq qeyd eləmiş olduq. Bu birinci tapşırıq idi.
İkinci tapşırığa baxırıq. 2 kiloqram kartof götürdükdən sonra kisədə 8 kiloqram kartof qaldı. Əvvəlcə kisədə neçə kiloqram kartof var idi? 2 kiloqram kartof götürüldü. Və kisədə 8 kiloqram kartof qaldı. Qaldı 8 kiloqram. Və əvvəlcə kisədə nə qədər olduğunu tapmaq üçün kisədə nə qədər var imişsə, belə bir kisə qeyd edək. Burada nə qədərsə var imiş, 2 kiloqramını götürüblər. Buradan azaldıblar 2 kiloqramını. Və daha sonra çəkiblər ki, bu kisənin içərisində nə qədərsə 8 kiloqramı qalıb. Yəni, əvvəlcə kisədə nə qədər olduğunu bilmək üçün 8 kiloqramla deməli, kisədə qalan kartofun miqdarı ilə kisədən götürülüb aparılan kartofun miqdarını toplayarıq, görəsən nə qədər var imiş əvvəl. Yəni, 8 kiloqram üstəgəl 2 kiloqram bərabər 8 ilə 2-nin cəmi 10. Miqdarın, demək, kütlə vahidini yazar kiloqram. Yəni 10 kiloqram var idi. Belə qeyd edək. 10 kiloqram var idi. Ondan 2 kiloqramını götürsək, ondan ikisini çıxarıq, qalacaq 8. Qalan 8 kiloqram da kartof qalar. Yəni bu məsələnin həlli olacaqdır. Cavabımız olar əvvəlcə 10 kiloqram kartof vardı. Beləliklə həll etdik. Növbəti misala baxırıq. Misalları həll edin. Deməli, kütlə vahidləri ilə ifadə olunub. İndiyə qədər deməli, yerinə yetirdiyimiz misallar kimi adi misallar şəklində həll edirik. Yanına sadəcə olaraq kütlə vahidlərini yazaraq yerinə yetirmək lazımdır. Yeddi kiloqram çıx 3 kiloqram. 7-dən 3-ünü çıxarıq 4. Kütlə vahidini yazarıq kiloqram. 5 kiloqram üstəgəl 5 kiloqram. 5 ilə 5-i toplayarıq 10 kiloqramı yazarıq yanında. Növbəti 15 kiloqram üstəgəl 1 kiloqram. 15 ilə 1-in cəmi 16 kiloqramı yazarıq yanında. 16 kiloqram. 17 kiloqram çıx 3 kiloqram. 17-dən 3-ünü çıxanda 14 kiloqramı yazarıq yanında. 14 kiloqram çıx 1 kiloqram çıx 1 kiloqram. 14-dən 1-ini çıxarıq 13. 13-dən də 1-ini çıxsaq 12. Kütlə vahidini də yazırıq yanında 12 kiloqram. 10 kiloqram çıx, daha doğrusu üstəgəl 2 kiloqram üstəgəl 1 kiloqram. 10 üstəgəl 2, 12, üstəgəl 1, 13 hesabladıq və kütlə vahidi kiloqramını da yazırıq yanında 13 kiloqram. Bu şəkildə tamamlayırıq. Növbəti misalımız 4-cü misaldır. İndiyəyə qədər yenə də həll etdiyimiz kimi sxemlərdir. Sxemləri yazırıq, tamamlayırıq. Burada 9, 6 verilir. 9-dan 6-nı çıxarıq. Yəni 9, 6 və hansısa bir ədədin cəminə bərabər. 9-dan 6-nı çıxsaq 3 yazarıq. 10. Bir tərəfdə 8-dir. Digərini tapsaq, ondan 8-ini çıxarıq. Yəni 2 ədədin cəmi kimidir. Yəni daha doğrusu cəmidir. Ədədlərdən biri məlum olduqda bu zaman digər ədədi tapmaq üçün cəmdən məlum olan ədədi çıxırıq. 10-dan 8-i çıxırıq, qalır 2. 17 ədədi 15. 17-dən 15 çıxsaq, yenə 7-dən 5-in çıxsaq 2, 1-dən 1-in çıxsaq 0.
qalacaq 2. 15, 14. 15-dən 14. Yəni 14-ün üstünə neçə gəlsin 15 eləyər? 1. 17, 10. Deməli 17-dən 10-un çıxsaq, yəni 1 onluq çıxarıq, qalacaq 7 təklik. Deməli 10 və 7-nin cəminə bərabərdir. 5-ci tapşırığa baxırıq. 5-ci tapşırıqda misalları həll edin deyir. 4 sütunda misallar verilib, yazırıq. 1 üstəgəl 9, 10, 10 üstəgəl 6. Təkliklərin cəmi 0 ilə 6-nın cəmi 6. Təklik mərtəbəsində yazırıq. 10-luq da 1, 10-luq mərtəbəsində 14 üstəgəl 2. 4 təklik və 2 təklik cəmi 6 təklik. 1 onluq, 10-luq mərtəbəsində yazılır. 17 çıx 7. 7 təklikdən çıxarıq 7 təkliyi, qalacaq 0. 1 onluğu da yazarıq qarşısında 10. 15 çıx 10. 5 təklikdən çıxarıq 0. Təklik 0. Yəni 5-dən 0-ın çıxsaq 5. Onluqları çıxarıq. 1 onluq çıx 1 onluq 0. Yəni onluq mərtəbəsində əgər başqa ədəd yoxdursa, qarşısında daha böyük mərtəbə o zaman yazılmır. 14 çıx 2. 4-dən 2-ni çıxarıq 2. 1 onluq da qarşısına yazarıq 12. 16 üstəgəl 1. 6 üstünə 1 7. O da 17. 18 çıx 3. 8 təklikdən 3 təklik çıxsaq 5. 1 onluğu da yazırıq yerinə 15. 15 üstəgəl 3. 5 təklik, 3 təklik cəmi 8 təklik. 1 də onluğu yazırıq 18. 3 üstəgəl 7, 10. 10 üstəgəl 4, 14. 12 çıx 2, 10. 10 üstəgəl 6, 16. 18 çıx 3 çıx 5. 18-dən 3 çıxsaq, 8-dən 3-ün çıxarıq 5. Onluğu da yazarıq 15. 15-dən də 5-in çıxsaq, 5 təklikdir. 5-dən də 5-in 0, 1 onluq qalır. Cavabımız olacaq 10.